Salam dəyərli müəllimlər, xoş gördük digər birinizi. Mən Orxan müəllim. Bugün sizlərə günün suallarının izahını verəcəm. Başlayaq müəllimlər. 3 ağacın uzunluqları cəmi 320 sm-dir. Hər ağac ildə 12 sm böyüyərsə, neçə il sonra onların uzunluqları cəmi 428 olar? İlk öncə müəllimlər, 428-dən 320-ni çıxırıq. Məqsəd odur ki, görək bu 3 dənə ağac nə qədər böyüyüb. Onu tapmağa çalışırıq. Deməli, bu eləyir 108. 3 dənə ağac olduqlarından dolayı bir ağac nə qədər böyüyüb onu tapmaq üçün 3-ə bölünən bu deyilir 36. Bir ağac. Bir ağac 36 sm böyüyübsə və ildə 12 sm böyüyürsə, 36-nı 12-yə bölərəm. Deməli, 3 il sonra bunların uzunluqları cəmi 428 olarmış. Bu qədər rahat. Cavabımız 3. Keçək növbəti suala. Aysel 3 il tez, Aynur 5 il gec anadan olsaydı, onların yaşları bərabər olardı. Aysel ilə Aynurun yaşları cəmi 38 olarsa, Ayselin yaşı neçədir? Müəllimlər, burada birinin gec, birinin tez olmağı nəyi bildirir? Bunların arasında yaş fərqi. Bunların arasında yaş fərqi 3-dən 5-in cəminə bərabər olacaq. Yəni 8-ə. İndi baxaq hansı daha böyüdür? Aysel 3 il tez olsaydı, Ayselin yaşı artacaqdı. Aynur 5 il gec olsaydı, Aynurun yaşı isə azalacaqdı. Aynurun yaşını azaltdıq, Ayselin yaşına bərabər oldu. Deməli, Aynur daha böyükdür. 8 yaş böyük olacaq özdə. Deməli, bunların yaşları cəmi 38-dir. X üstəgəl x plus 8 bərabərdir 38-ə. 2x bərabərdir 38-dən 8 çıxırıq 30. 30-u da 2 yerə bölürük 15. Deməli, Ayselin 15 yaşı var. Bu qədər rahat. Keçək 3-cü sualımıza. 1900-ci ildə doğulan bir adam 1996-cı ildə x-y yaşında idi. 2017-ci ildə adamın neçə yaşı olar? Müəllimlər, deməli biz neçənci ildə doğuluruqsa, onun üzərinə yaşımızı gələndə həmin ili tapmış oluruq, düzdürmü? 1996. Deməli, y-dən y-i toplayıram 6 eləyirsə, y neçə olar? Əlbəttə ki, müəllimlər, burada 2 al var. Ya 3 olacaq, ya da 8 olacaq. 3 olsa, təsəvvür edin ki, 3-dən 3-ü toplayırıq, eləyir 6. X-dən də x toplayanda 9. Elə bir ədəd varmı ki, natural ədəd olsun, onları toplayanda 9 eləsin, eyni bir ədəd olsun. Elə bir ədəd yoxdur. Deməli, biz y-in qiymətini 3 götürə bilmərik. Bu bizə düzgün vermir eşnəyi. Gəlin y-in qiymətini 8 götürək. Baxın, yenidən yazıram. 8 1996. Deməli, 8-dən 8 toplayıram 16, bu da 1 yadda. Hə, müəllimlər. Nəylə nəyi toplasam, özdə 1 yaddan var ha, üzərinə 1 gəlsəm 9 eləyər, əlbəttə ki 4-dür. X-in də qiyməti demək 4 imiş. Deməli, bu adam neçənci ildə doğulub? 1948-ci ildə. 2017-ci ildə bu adamın neçə yaşı olacaq? 2017-dən təvəllüdün çıxıram. 7-dən 8 çıxmaq olmur. 17-dən 8 çıxıram 9. Daha sonra bura 0 qalmışdı. 0-dan çıxmaq olmur. Ona görə bundan buna bir vahid verirəm. Bundan buna bir vahid verirəm. Bu deyir müəllimlər. 10-dan 6 4 çıxanda qalır 6. Bunlar da 0 0. Yəni bu adamın yaşı olacaq 69. Ən maraqlı sual məncə bu idi.